Və keçək Ramiz Mehdiyevin kürəkəninə. Xatırlayırsınızmı? İlham Əliyev adlı bir kürəkəni var idi Ramiz Mehdiyevin və qızına toy məclisi pandemiya dönəmində etdiyi üçün 15 sutka həbs cəzasına məhkum olmuşdu. Çıxanda müvəqqəti təcridxananın qabağından jurnalistləri danlayan, jurnalistlərə demək gözdağı verən və yaxud da görərsiniz sizinlə də danışacağam deyən, amma sonra da ağlayan, qızı yadına düşəndə kövrələn İlham Əliyev xatırladınızmı? İndi Ramiz Mehdiyevin kürəkəni obyektlərdən pulları yığarkən görüntülənib, dəyərli izləyicilər. Milli Məclisin sabiq deputatı da yeri gəlmişim. Bax, çoxunuz heç onu deputat kimi də tanımırsınız. Çünki deputat kimi o qədər fəaliyyətsiz birisi olub ki, biz ona ancaq qızını pandemiya dönəmində ərə verən və icazəsiz toy keçirən bir ata olaraq xatırlayırıq. Ramiz Mehdiyevin kürəkəni olaraq xatırlayırıq. Amma ara yerdə imkan tapıblar, ona bir də mandat veriblər ki, sonradan da bir yaxşı pensiya ala bilsin qocalığında. Amma indi bilmirəm, onun pensiyaya ehtiyacı varmı, yoxmu? Maşınına baxın, dəyərli izləyicilər. Və bir neçə maşını var, o barədə danışacağıq. İndi bu Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev paytaxtda yerləşən biznes obyektlərindən aylıq vəsaitləri toplaması ilə yenidən gündəmə gəlib. Demokrat Az xəbər verir ki, Ramiz Mehdiyevin kürəkəni metronun Elmlər Akademiyası stansiyası yaxınlığında yerləşən və ona məxsus olan onlarla biznes obyektlərindən yığılan pulları əksər hallarda özü şəxsən toplayır. Bu da vizyonsuzluğun bir başqa belə əlamətidir. Yəni düşünün ki, o qədər pula hərislik və mindiyi maşın. Sözü gedən restoran və kafelərdən əldə etdiyi pulları isə özünün idarə etdiyi Mercedes Maybach, Mercedes G63 AMG, Rolls-Royce və Bentley markalı lüks avtomobilləri ilə yığır bu adam. İndi yəqin sürdüyü maşında mən çox maşın pərəst deyiləm deyə bilmirəm hansı maşındır indi sürdüyü, amma hiss olunur ki, elə deyək də kifayətlər bahalı da bir maşındır və bu Ramiz Mehdiyevin kürəkəni də indi bu məsələ ilə bağlı əlindən gələni edir.